24-cü sualda bizə deyir ABC üçbucağının A təpəsindəki daxili bucağı xarici bucağa uyğun olaraq 2. A təpəsindəki. Tutaq ki, bunun A təpəsi buradır. A, B, C. Deyir ki, daxili bucaq 2x-dir, xarici bucaq da 7x-dir. Bunlar necə bucaqlardır? Qonşu. Qonşu bucaqların cəmi 180 dərəcədir. Deməli, 2x, 7x olacaq 9x bərabərdir 180, x də bərabərdir 20 dərəcə. Bizə nəyi soruşur? B və C üçbucağın təpələrindəki daxili bucaqların tənbələr arasında qalan kör bucağı tapın. Bir dəqiqə. Tənbələr arasında qalan kör bucağı tapın. Deməli, bu tənbüləndir. Tənbülən nə edirdi? Bucağı yarı bölür. Tənbülən. Bax, bunu belə çəksək, bunu da belə çəksək. Kör bucaq deyir. Baxın, tənbüləndir. Bura bir alfa, burada bir alfa qoyaq. İndi bura bir y deyirəm. Y-i taparaq, elə y-in kör bucağı olacaq. Belə bir qayda var idi. Üçbucağın daxili yəni bir tərəfə söykənən daxili bucaqlarının tənbülənlər arasında qalan bucaq A, B, C. Bu y 90 plus təpə bucağın yarısına bərabərdir. Bucaq B bölünsün 2-yə. İndi baxın, bu y bərabərdir. Kör bucaq olur orada. 90 plus təpə bucaq nədir? Y-in təpəsi. Bura A bucağı. Bucaq A bölünsün 2 bərabərdir 90 plus. X-imiz 20'dir. A bucağımız nədir? Baxın, burada buranı deyirəm. 2x-in yarısı, yəni 2 vurulsun 20 bölünsün 2. 2'lər ixtisar gedir. 90 plus 20 qalır. Bu da bərabərdir 110 dərəcə. Cavab 110. Kör bucağı istəyir bizdən. Cavab 110 olacaq.